Sobada alov yoxdur, amma yemək isinib. Gəlin görək bu soba sehirlidir, yoxsa elmi? Mikrodalğalı soba su molekullarını sürətlə hərəkətə gətirən elektromaqnit dalğaları yayır. Bu dalğalar su molekullarını titrədir, sürətlə fırladır və onların hərəkət enerjisi artır. Bu zaman molekullar bir-birinə toxunur, sürtünür və enerji mübadiləsi aparır. Bu da istiliyi əmələ gətirir. Sadə şəkildə desək, molekullar rəqs etdikcə yemək qızır. Ancaq diqqət, mikrodalğalar görünməzdir, amma düzgün istifadə olunmasa çox təhlükəli ola bilər. Sobanın qapısı biraz boşdursa, dalğalar sızaraq orqanizmimizə təsir edə bilər. Keyfiyyətsiz plastik qablar. Onlar istilikdə zəhərli maddə buraxır və yeməyə qarışa bilər. İçərisində metal qoysaq, qaşıq, çəngəl və yaxud da alüminium folqa. Bu qığılcım yarada bilər, partlayış, hətta yanğın riski var. Qısacası texnologiya doğrudur. Təhlükə isə cahillikdəndir. Mikrodalğalı sobanı düzgün istifadə edin və görünməyən gücü faydanıza çevirin. Fizika həyatın özüdür deyəndə inanmırsınız. Yeməyinizi qızdırmaqda belə fizikanın əli var.